Salam dəyərli abituriyentlər, dəyərli izləyicilər, hər vaxtınız xeyirli olsun. Bu videoda Azərbaycanın faydalı qazıntıları haqqında sizlərə məlumat verəcəm, faydalı qazıntıları qeyd edəcəm. Bu mövzular abituriyentlərin ən çox çətinlik çəkdiyi mövzulardan biridir, onun üçün diqqətli olun, yadınızda saxlayın bu məlumatları. Biz bilirik ki, Azərbaycan ərazisində həm filiz, həm qeyri-filiz, həm yanar faydalı qazıntılar çıxır. Biz ilk öncə yanar faydalı qazıntılardan danışarıq. Azərbaycan ərazisində yanar faydalı qazıntılardan neft, təbii qaz və yanar şist ehtiyatları mövcuddur. Gəlin ilk öncə neft ehtiyatlarından, neft yataqlarından danışaq. Ümumiyyətlə qeyd edirik ki, ən son məlumata görə Azərbaycan ərazisində 7 milyard barel neftin olduğu proqnozu verilmişdir. Neftin şərti işarəsi. Baxın, hər faydalı qazıntının şərti işarəsini də burada qeyd etmişəm. Yadınızda qalsın, testlərdə düşür. Neftin şərti işarəsi bu cürdür. Azərbaycan neftinin 90% dənizdə, 10% isə quru ərazisində çıxarılır. Dənizdə olan neft yataqlarına gəlin baxaq. Azəri, Çıraq, Günəşli ən böyük neft yataqları bunlardır. Daha sonra Alov, Danulduzu, İnam, Oğuz, Əşrəfi və Qarabağ Azərbaycanın dənizdə yerləşən əsas neft yataqlarıdır. Quru ərazisində isə Bibiheybət, Pirallahı, Yasamal bunlar Abşeronda, Kürdəmirdə Mollakənd, İmişlidə Muradxanlı, Salyanda Qaraçala və Siyəzəndə Siyəzən yataqları mövcuddur. Burada bir fərqlilik var. Baxın, Mollakənd və Muradxanlı fərqləndirmişəm. Bu ona görədir ki, Azərbaycan ərazisində olan bütün neft yataqları 4-cü dövr yaşlı süxurlarda əmələ gəlib, təkcə Mollakənd və Muradxanlı isə mezozoy yaşlı neft yataqlarıdır. Bunu mütləq şəkildə fərqləndirməyi bilməlisiniz. Azərbaycan ərazisində olan təbii qaz yataqlarından gəlin danışaq. Ümumiyyətlə, Azərbaycan ərazisində 60 trilyon kubmetr təbii qaz ehtiyatı kəşf olunmuşdur. Təbii qazın şərti işarəsi bu formada. Dənizdə olan əsas təbii qaz yataqları Şahdəniz, Ümid və Abşeron yataqlarıdır. Ən böyük təbii qaz yatağı isə Şahdənizdir. Quru ərazisində Qaradağ, Qobustan, Gürcəncirə təbii qaz ehtiyatları mövcuddur. Yanar şist ehtiyatlarına biz Quba, Qobustan və İsmailli ərazilərində rast gələ bilərik. Yanar şistin şərti işarəsi də bu formada qeyd olunur. Gəlin indi filiz faydalı qazıntıları haqqında danışaq. Azərbaycanda filiz faydalı qazıntılardan ən çox yayılanlar dəmir, alünit, molibden, polimetal, mis, xromit, civə və qızıl ehtiyatlarıdır. İlk öncə dəmir filizlərindən danışaq. Dəmir filizlərindən qara metallurgiyada istifadə edilir. Dəmir filizinin şərti işarəsi bu formada olur. Dəmir filizi Azərbaycanda ən çox daş kəsəndə mövcuddur ehtiyatları və 3 yataqda Hamançay, Dəmiroğlu və elə Daşkəsən və yaxud Cənubi Daşkəsən yataqlarında dəmir filizi ehtiyatları mövcuddur. Və xəritədə də biz Daşkəsən, İnzibati rayonunun ərazisini fərqləndirmişik. Alünit ehtiyatları da Azərbaycanda Daşkəsən, İnzibati rayonu ərazisindədir. Zəylik yatağında. Alünitdən əsasən əlvan metallurgiyada istifadə edilir və alünitin şərti işarəsi bu formada qeyd edilir. Molibden ehtiyatları Azərbaycanda əsasən Naxçıvan ərazisində yayılmışdır. Ordubadda Diaxçay və Parağaçay yataqlarında zəngin molibden ehtiyatları mövcuddur. Molibdendən əsasən əlvan metallurgiyada istifadə edilir. Molibdenin şərti işarəsi bu formada qeyd edilir. Xromit yataqları Azərbaycanda Kəlbəcər və Laçın İnzibati rayonları ərazisində ehtiyatlar aşkar edilmişdir. Kəlbəcərdə Göydərə yatağı, Laçında isə İpək yatağı. Xromitdən əsasən əlvan, həmçinin qara metallurgiyada da istifadə edilir. Xromitin şərti işarəsi bu formada olur. Mis ehtiyatları Azərbaycanda mis ehtiyatları ən çox Gədəbəy İnzibati rayonu ərazisində, həmçinin Naxçıvan ərazisində Babək İnzibati rayonunda tapılmışdır. Gədəbəydə Qaradağ yatağı, Babəkdə isə Misdağ yatağı əsas mis yataqlarıdır. Misdən biz əlvan metallurgiyada istifadə edirik və misin şərti işarəsi bu formada olacaq.
Polimetal ehtiyatlarından Respublika ərazisində əlvan metallurgiyada istifadə olunur. Polimetalın şərti işarəsi bu formadadır. Polimetal Azərbaycanda Zaqatala, Balakən zonasında, Naxçıvanda, Şərur inzibati rayonunda və Ağdərədə ehtiyatları tapılmışdır. Balakən Zaqatala zonasında Katexçay, Filizçay, Mazımçay və Kastaq yataqları, Gümüşlü yatağı Şərur inzibati rayonu ərazisində, Mehman yatağı və yaxud Mehmana yatağı da qeyd edilir. Ağdərə inzibati rayonu ərazisində yerləşir. Civə yataqları Azərbaycanda əsasən Kəlbəcərdə və Laçında aşkar edilmişdir. Kəlbəcərdə Ağ yataq, Levçay və Şorbulaq yataqları, Laçında isə Gilgəsçay və Narzanlı yataqları aşkar edilmişdir. Civənin şərti işarəsi bu formada və civədən əsasən yenə əlvan metallurgiyada istifadə olunur. Qızıl ehtiyatları. Qızıl ehtiyatlarından yenə əlvan metallurgiya sahələrində istifadə edilir. Qızılın şərti işarəsi bu formada olacaq. Azərbaycanda ən çox qızıl ehtiyatları Kəlbəcər, Gədəbəy və Zəngilan inzibati rayonları ərazisindədir. Kəlbəcərdə Qızılbulaq və yaxud Zod, Söyüdlü, bunlar eyni yataqdır. Gədəbəydə Qoşa yatağı, Zəngilanda isə Vejnəli yataqları əsas qızıl yataqlarıdır. İndi isə gəlin qeyri-filiz faydalı qazıntılara diqqət edək. Azərbaycanda qeyri-filiz faydalı qazıntılardan seolit, bentonit gili, gips, perlit travertin mərmər, kvars qumu, kükürt kolçedanı daş duz, əhəng daşı, barıt, çökmə duz, sement, dolomit və əqiq ehtiyatları ən çox yayılan qeyri-filiz faydalı qazıntıları hesab olunur. Gəlin indi bunların haqqında məlumatlara baxaq. Seolit ehtiyatı, baxın şərti işarəsi bu formada olacaq. Seolit Azərbaycanda ən çox Tovuzda, Ağdağ yatağında ehtiyatları aşkar edilmişdir. Seolitdən kənd təsərrüfatında və kimya sənayesində istifadə edilir. Bentonit gili Qazax rayonu ərazisində çıxarılır. Daş Salahlı kəndində, yatağın adı da Daş Salahlıdır və bentonit gilindən metal tökmədə qəlib kimi istifadə olunur. Çünki bentonit gili o da davamlıdır və bu da bentonit gilini metal tökmədə qəlib kimi istifadə olunmasına şərait yaradır. Şərti işarəsi bu formada olacaq. Gips ehtiyatları Azərbaycanda əsasən Goranboy inzibati rayonu ərazisindədir. Ağca kənd yatağından çıxarılır, tikintidə istifadə olunur gips və şərti işarəsi bu formadadır. Diqqətlə baxın, həm yataqların adını yaxşı-yaxşı yadda saxlayın, həm inzibati rayonların adlarını, həm şərti işarələrini, həm də istifadə sahələrini. Mərmər ehtiyatları Azərbaycanda həm ağ, həm qara, həm çəhrayı mərmərlərə rast gəlinir. Daşkəsən ərazisində ağ, Qubada çəhrayı, Şərurda qara və Ağdamda Gülablı yatağında mərmər ehtiyatları hasil edilir. Mərmərdən əsasən tikintidə istifadə olunur. Şərti işarəsi isə bu formada olacaq. Travertin ehtiyatları Azərbaycanda Naxçıvan ərazisində və Kəlbəcərdədir. Naxçıvanda Kəngərli inzibati rayonu ərazisində Şahdağdır. Yatağında Kəlbəcər inzibati rayonu ərazisində isə İstisu yatağında travertin ehtiyatları aşkar olunmuşdur. Şərti işarəsi bu formada olacaq və tikintidə istifadə olunur. Perlit ehtiyatları Kəlbəcərdə aşkar edilmişdir. Keçaldağ yatağında şərti işarəsi bu formada olacaq. Kənd təsərrüfatı və kimya sənayesində istifadə edilir. Kvars qumu ən çox Abşerondadır. Hacıvəli və Hökməli yataqlarında şərti işarəsi bu formada olacaq. Şüşə istehsalında istifadə edilir. Kükürt və yaxud kükürt xolçedanı ən çox Göygöl inzibati rayonu ərazisindədir. Çıraqdərə və Toğanalı yataqlarında şərti işarəsi bu formada olacaq. Kimya sənayesində istifadə olunur. Daş duz əsasən Naxçıvanda Babək inzibati rayonu ərazisindədir. Nehrəm, Duzdağ və Daş duz yataqlarında çıxarılır.
kimya sənayesində istifadə olunur. Şərti işarəsi bu formada kub şəkillidir. Çökmə duz isə Abşerondadır. Kənd təsərrüfatı və kimya sənayesində istifadə olunur. Əsasən Abşeronun şorsulu göllərindən hasil edilir. Şərti işarəsi də bu formada olacaq. Barıt ehtiyatları Azərbaycanda Daşkəsəndə və Goranboyda aşkar edilmişdir. Daşkəsəndə Çovdar yatağında, Goranboyda isə Başqışlaq yatağında tapılmışdır. Şərti işarəsi bu formada və barıtdan dərin neft quyularının qazılmasında istifadə olunur. Əhəng daşı Azərbaycanda ən geniş yayılan faydalı qazıntılardan biridir. Əhəng daşının şərti işarəsi bu formada olacaq. Əhəng daşı Qaradağ inzibati rayon ərazisində, Qobustan, Korgöz, Ağdamda Şahbulaq, Tovuzda Zəyəm, Abşeronda Güzdək, Xəzər inzibati rayonunda isə Şüvəlan yataqları deməli, ən çox bu ərazilərdə əhəng daşı yayılmışdır. Dolomit ehtiyatları ən çox Naxçıvanda, Babəkdə, dolomit deməli, yatağında hasil edilir. Şərti işarəsi bu formada olacaq. Əqiq ehtiyatları əqiq qiymətli daşdır və Azərbaycanda Göygöl, Gədəbəy, Qazax və Qubadlı ərazisində, Qubadlıdakı yataq Eyvazlı adlanır. Digər inzibati rayonlarda isə yataq adları qeyd edilmir. Sadəcə inzibati rayonları qeyd edirik. Bu ərazilərdə əqiq ehtiyatları aşkar edilmişdir. Şərti işarəsi də əqiqin bu formada olacaq. Sement xammalı əsasən Qaradağ inzibati rayon ərazisində və Tovuz inzibati rayon ərazisində hasil edilir. Tikintidə istifadə olunur və şərti işarəsi bu formada olacaq. Beləliklə, Azərbaycanın əsas faydalı qazıntılarını qeyd etdim. Bunları yaxşı-yaxşı oxuyun və yadda saxlayın. Diqqətiniz üçün təşəkkür edirəm.